Salam, kanalıma xoş gəlmisiniz. Bugün qışa hazırlıq silsiləsindən marinadlar hazırlayacağıq. Bugünkü marinadlar göyəm, ayrıca şaftalı və hər iki meyvədən asarti olacaq. Bunları yuyacağıq, meyvələri təmiz yuyacağıq, bankaları sterilizə eləyəcəyik. Sterilizə olunmuş bankalara doğranmış və yaxud doğranmış şaftallardan yığacağım və deşilmiş, deməli yuyulub təmizlənib deşilmiş göyəmləri yığacağım. Meyvələri təmiz yudum. İndi göyəmləri deməli çəngəllə və yaxud da iynə ilə mən çəngəllə deşəcəm, deşdəkləyəcəm. Şaftalları da doğrayacağım, böyük tikələrə doğrayacağım. Bankaları sterilizə eləyirik. Gördüyünüz kimi su buxarında sterilizə eləyirik. Şaftalları doğrayırıq. Göyəm marinadına marza, gilamarza deyilən quru bitki çox gözəl dad verir. Olmayan yerdə nanədən də istifadə etmək olar. Amma bunu göyəm marinadına vurun. Bu şaftalıya o qədər də o effekti vermir. Amma asartiya qarışdıra bilərsiniz. Şaftalları da eyni qayda ilə bankaya yığıb üzərinə sarımsaq, duz, şəkər, istiot dənəcikləri, üzüm sirkəsi və bankanı qaynar su ilə tam dolana qədər doldurub qapağını möhkəm sıxıb bağlayırıq. Bankanı biraz sirkələyirik ki, içərisindəki duz və şəkər həll olsun. Bankaları sonra üstünü örtüb daha qalın bir adyalla da örtürük və öz tarı ilə bir gün soyur. Soyduqdan sonra artıq sərin yerdə mühafizə edib saxlaya bilərsiniz.
Assorti marinad hazırlamaq üçün isə hər iki meyvəni bankaya nizamla yığırıq və həmən qaydada ədvalarını, duzunu töküb, sirkəni qaynar suyu əlavə edib, bunu da o qayda ilə bağlayırıq. Bu marinad qışda yeməyin yanında, süfrələrdə çox gözəl olur. Buyurun, siz də hazırlayın. Nuş olsun, ağız dadınız heç zaman pozulmasın.